Fevralın 13-də Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu 2026 keçirildi. Tədbirdə 29 ali təhsil müəssisəsi, 36 ümumi təhsil və peşə təhsili müəssisəsi, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak edirdi. Ümumilikdə isə 550 nəfərdən çox iştirakçı var idi. Forum ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet sənaye əməkdaşlığı mövzularına həsr olunmuşdu. Forum açılış nitqlərindən, açılış təqdimatlarından, 3 fərqli mövzuda keçirilən panel müzakirələrindən və iştirakçıların, məruzəçilərin təltif olunma mərasimindən ibarət idi. Forumla bərabər Mingəçevir İstilik Elektrik Stansiyasında da bir workshop və konfrans keçirildi. Burada da təbii ki, mövcud olan problemlər və qarşıya qoyulan məqsədlər haqqında çıxışlar oldu. Bir daha gördük ki, təhsil üçün, elm üçün atılan hər bir addım gözəl bir töhfədir və bu töhfə həmişə öz bəhrəsini göstərir.